Bu gün sizə Quality Life, yəni keyfiyyətlə bağlı bir maraqlı tədbir haqqında danışacağıq. Elə əvvəldən məncə başdan başlayaq biraz. Bir tədbirin özündən danışmadan bir danışaq görək istəyirəm. CQI nədir, necə yaranıb? İRKA və CQI əslində bir qurumdur, vahid qurumdur. Mən özüm uzun illər elə bilirdim ki, İRKA ayrıca bir qurumdur, sonradan CQI ilə birləşiblər, amma əslində deyilmiş. Yəni məncə artıq tədbir haqqında danışa bilərik. Tədbirin özü nədən ibarətdir ümumiyyətlə və daha sonra da bu ilki tədbir nədən bəhs edirdi? Bəli. Talk now, Chief. I'm making a TV show. Hər vaxtınız xeyir, hörmətli Kök Səbəb izləyiciləri. Bu gün sizə Quality Life, yəni keyfiyyətlə bağlı bir maraqlı tədbir haqqında danışacağıq. Və əslində mən xronoloji olaraq ardıcıllıqla danışa bilərəm, amma Fərzə xanımın xüsusi sualları var tədbirlə bağlı. Elə sizin adınızdan mən Fərzə xanım salamlayıram və Fərzə xanım mənə elə gəlir ki, siz izləyicilərin də suallarını vermiş olacaqsınız yəqin ki. Seçmə suallarınız var. Buyurun. Elə əvvəldən məncə başdan başlayaq biraz. Bir tədbirin özündən danışmadan bir danışaq görək istəyirəm. CQI nədir, necə yaranıb? Mən belə düşünürəm ki, bizim tamaşaçılarımız üçün də maraqlı olar ki, əvvəlcə bir CQI-nin özündən danışaq. Bəli. Məncə biraz daha əvvələ gedəcəm. Bu mövzu hardan gəldi, niyə aktual oldu? Ona görə ki, bir neçə gün öncə, yəni iyun ayının 19-unda Londonda CQI-nin Quality Life, yəni canlı keyfiyyət tədbiri var idi. Və mən orada iştirak etmişəm. Ona görə biz həmin tədbirdən, ümumiyyətlə CQI barəsində, tədbir barəsində ətraflı məlumat vermək istəyirik ki, izləyicilərimizə. Həm gedişatla bağlı iştirak edə bilməyənlər, ümumiyyətlə bu mövzu ilə bağlı məlumat olmayan izləyicilərimiz məlumatlansınlar. Gəlim suala, bəli, CQI ilə bağlı. CQI 1919-cu ildə fəaliyyət göstərir. Yəni Chartered Quality Institute, yəni keyfiyyət sahəsi üzrə də fəaliyyət göstərən bir müəssisədir, yəni institutdur və əsas məqsəd keyfiyyət sahəsinin inkişaf etdirilməsidir təbii ki. Yəni burada müxtəlif detallı, ətraflı şeylər, sahələri məsələn saymaq olar, elementlər. Amma ümumiləşdirsək, bəli, keyfiyyət sahəsinin inkişafı ilə bağlıdır. Yəni burada standartlaşma məsələləri var, burada könüllülük məsələləri var, burada peşəkarlığın, yəni keyfiyyət sahəsindəki mütəxəssislərin inkişafı ilə bağlı məsələlər var. Yəni məlumatlandırma, təbliğat, təşviqat, yəni bu kimi keyfiyyət sahəsinin inkişaf etdirməsinə xidmət edən müxtəlif məsələlər var. Yəni burada eyni zamanda CQI həm təlimlərin akkreditasiyası, yəni keyfiyyət sahəsi üzrə təlimləri, yəni çünki burada tək CQI deyil də, yəni bilirik ki, izləyicilərimizi də bu barədə istəyərdim bildirim. Həm də İRKA var. İRKA və CQI əslində bir qurumdur, vahid qurumdur və İRKA beynəlxalq auditorların qeydiyyat olduğu bir qurumdur. Yəni nə qədər istər daxili olsun, istər lead, yəni aparıcı auditorlar olsun, yəni keyfiyyət idarə etmə sistemi və digər idarə etmə sistemləri üzrə auditor kursu keçənlər bilir ki, yəni orada mütləq İRKA registered kursdan söhbət gedir də, yəni auditor, lead auditor İRKA registered olmalı və CQI İRKA əslində bir qurumdur. Yəni biz bir qurumdan danışırıq və həm auditorlarla bağlı auditor kursları, auditorların inkişafı və həm də eyni zamanda keyfiyyət mütəxəssislərinin inkişafı ilə bağlı daha çox idarə etmə sistemləri və quality assurance, keyfiyyətin təminatı. Düzdür, CQI-də o qədər fərq qoyulmur, yəni quality control, quality assurance, yəni nəticədə hamı bütün keyfiyyət sahəsində çalışanlar hamısı keyfiyyət mütəxəssisləridir və
proqram hamını əhatə edir. Yəni keyfiyyətin, sahənin inkişaf etdirilməsi, mütəxəssislərin inkişaf etdirilməsi, standartların formalaşmasında CQI-nin xüsusi rolu var. ISO və digər standartlaşmanın təşkilatları ilə çox geniş fəaliyyətləri var. Belə, yəni CQI bu qədər. Yəni CQI keyfiyyət sahəsində formalaşmış bir qurumdur. Elə indi qeyd elədiniz ki, keyfiyyət peşəkarlarının inkişaf etdirməsi ilə məşğul olur. Elə buradan istəyirəm növbəti sualıma keçid edeyim ki, keyfiyyət peşəkarları CQI-dan necə faydalana bilərlər və onlar üçün CQI-da üzv olmağın əhəmiyyəti nədir? Burada bir yenidən qayıtmaq istəyirəm. İki istiqamət var CQI-da. CQI-da həm CQI üzvlüyü var, həm də İRKA üzvlüyü var. Əslində bunların bir-birinə münasibəti nədir? Mən özüm uzun illər elə bilirdim ki, İRKA ayrıca bir qurumdur, sonradan CQI ilə birləşirlər, amma əslində deyilmiş. Yəni mən sonra CQI-yə özüm qoşulandan sonra, tarixi ilə maraqlanandan sonra başa düşdüm ki, artıq CQI bir 100 ili keçib. 2019-cu ildə CQI-nin 100 ili tamam oldu. Yəni və İRKA isə 84-cü ildə CQI tərəfindən yaradılmış bir qurumdur və texniki auditlərin aparılması, technical audit, technical assessors daha doğrusu bu xüsusi aparıcı auditorların qeydiyyat olunduğu bir qurum kimi, texniki bir qurum kimi başlayıb fəaliyyətə. Daha sonra isə International Registered of IRCA, yəni Certified Auditors kimi formalaşıb. Yəni auditorlar İRCA-da daha çox üzvlükdə olurlar. Çünki İRCA daha çox auditorlara nəzarət edən bir qurum kimidir. Amma vahid çətirin altında fəaliyyət göstərirlər. Həm İRCA, həm CQI bir qurumdur. CQI, İRCA bir yerdə gedir. Və auditorlar burada İRCA-nı izləyirlər. İRCA üzvlük səviyyələri var. Orada audit, yəni daxili auditorlar üçün, lead aparıcı auditorlar üçün, xüsusi auditorlar üçün üzvlük səviyyələri var ki, bundan paralel olaraq da CQI-da ümumiyyətlə keyfiyyət mütəxəssisləri üçün var. Çünki audit biraz spesifik sahədir, daha çox sırf auditlə məşğul olanlar üçün bu formalaşdırır, bu çərçivə formalaşdırır. Amma ümumilikdə götürəndə hər kəs CQI-yə üzv ola bilir və burada tələbə üzvlüyündən başlayaraq, yəni artıq hansısa bir kursu keçən və yaxud hansısa bir təhsil alan keyfiyyətlə bağlı CQI-nin təbii ki, tanıdığı proqramlar çərçivəsində CQI-yə üzv ola bilir və bundan sonra isə müxtəlif addımlarda, yəni üzvlük səviyyələrində, məsələn, orada affiliate, sonra practitioner var, məsələn, charter member var, sonra fellow charter var və s. və s. Yəni fellow da bitir əslində, yəni ardıcıllıqla təxminən müxtəlif belə deyək, peşəkarlıq səviyyəsinə görə, təhsil səviyyəsinə görə orada müxtəlif tələblər var. Həmin tələbləri qarşılayan mütəxəssislər, keyfiyyət mütəxəssisləri CQI-yə üzv ola bilirlər. Və bunun faydaları nədir? Əsas suala yönəlmək istəyirəm. Bunun əsas faydası ondan ibarətdir ki, yəni vahid meyarlar əsasında mütəxəssislərin inkişaf proqramı izlənilir. Yəni bir var qulaqdan dolma məlumatlar, bir var biz konkret bir sahədə güclənirik, inkişaf edirik, belə deyək, nəyə fürsət tapırıqsa, nəyə imkanımız olursa o sahədə, məsələn, hansı kurslarasa gedirik və yaxud da ki, ancaq QC sahəsində və yaxud ancaq QA sahəsində. Amma üzvlük proqramlarının ən üstün cəhəti odur ki, onlar səriştəlilik meyarlarını, yəni səriştəlilik çərçivəsini müəyyənləşdirir və həmin səriştəlilik çərçivəsi formatında, yəni o formata uyğun olaraq özünü qiymətləndirib, self-verification edib, özünü qiymətləndirib, yəni boşluqları müəyyən edib, özünə inkişaf istiqamətlərini təyin edə bilirsən. Yəni bu xaotikliyi birinci aradan qaldırır, yəni planlı, düşünülmüş və beynəlxalq səviyyədə tanınan bir çərçivə əsasında öz karyeranı, öz şəxsi inkişafını, yəni mütəxəssis kimi, keyfiyyət sahəsində çalışan mütəxəssis kimi öz şəxsi inkişafını həmin istiqamətdə aparmış olacaq. Bunun ən böyük faydası odur, çünki konkret meyarlar var, bütün dünyada tanınır və
bu meyarlar üzrə istiqamətlənmək və həmin üzvlük proqramlarından faydalanmaq birinci normal titul verir adama ki, məsələn, charter deyək ki, members. Yəni artıq CQI-in charter üzvüsənsə, bu o deməkdir ki, müəyyən bir səriştəlilik çərçivəsinin tələblərinə cavab verirsən. Yəni bu da o deməkdir ki, hansısa bir beynəlxalq təşkilata gedib keyfiyyət üzrə menecer və yaxud da keyfiyyət üzrə mütəxəssis üçün müraciət edəndə artıq CQI tərəfindən qəbul olunmağın, tanınmağın bu bir üstünlükdür. Yəni işə qəbul prosesində də kifayət qədər ciddi üstünlük təmin edə bilir. Və təbii ki, ən əsası mən bu şeylərə düzdür, sertifikatdır, işə düzəlmək imkanlarıdır. Bunlara biraz nisbətən ikinci dərəcəli kimi baxmışam həmişə. Əsas yəni uğur qazanmaqdır. Yəni öz sahənin belə deyək, güclü mütəxəssis ola bilmək imkanıdır ki, bu üzvlük proqramı, yəni CQI bunu mütəxəssislərə verə bilir. Bu olandan sonra işə düzəlmək də, nə bilim, məvacibin yaxşılaşması da, ondan sonra sertifikatlar filanlarda by default, yəni avtomatik özü gəlir. Əsas məqsəd güclü mütəxəssis ola bilməkdir və CQI də bunu o səriştəlilik çərçivəsində və üzvlük çərçivəsində bunu təqdim edir mütəxəssislərə. Məncə artıq tədbir haqqında danışa bilərik. Giriş etdikdən sonra. Bəli, buyurun. Deməli, Quality Leave tədbiri haqqında istəyirəm biraz məlumat verək. Tədbirin özü nədən ibarətdir ümumiyyətlə və daha sonra da bu ilki tədbir nədən bəhs edirdi? Bəli. Quality Live ümumiyyətlə CQI bir neçə, CQI İRKA yəni institut olaraq çoxlu fəaliyyətləri var, qeyd etdiyim kimi. Ümumiyyətlə əsas fəaliyyət istiqamətlərindən biri də maarifləndirmə və keyfiyyət peşəsinin gücləndirilməsidir. Yəni keyfiyyət sahəsində çalışanların istiqamətləndirilməsi, onlara dəstək verilməsi və bir növ belə deyək də mayak rolunu oynayır. Yəni CQI keyfiyyət sahəsində çalışan hər hansı bir şəxs istənilən səviyyədə, yəni mütəxəssis, yeni başlayan fərqi yoxdur, peşəkar olsun. Yəni CQI daim nə isə yeni bir şey təqdim edir öyrənməyə. Yəni yeni trendləri, yəni meylləri öyrənmə imkanı yaranır, standartlarda olan dəyişiklikləri öyrənmə imkanı yaranır, dünyada olan təcrübələri öyrənmək imkanı yaranır və təbii ki, bütün bunlar hamısı CQI-in içində olanda, belə deyək də, ailənin içində olanda daha rahat görsənir, baş verir. Və burada tədbir maarifləndirmə çərçivəsində olan bir tədbirlərdəndir. Yəni ki, CQI-in müxtəlif tədbirlər olur, amma ən böyük tədbir Quality Live ildə bir dəfə keçirilir. Ondan əlavə hər il Quality Week keyfiyyət həftəsi olaraq noyabr ayında bu adətən təsadüf edir. Bütün dünyada yəni keyfiyyət həftəsi olaraq qeyd olunur və orada müxtəlif tədbirlər, müxtəlif işlər görülür. Quality Live ilə bağlı, yəni Quality Live-da daha çox dünyanın müxtəlif yerlərindən keyfiyyət mütəxəssisləri bir araya gəlir, toplaşır və orada müxtəlif aktual və maraqlı mövzular müzakirə olunur. Belə deyək, kifayət qədər ciddi sahədə uzun illər çalışmış və böyük təcrübəyə sahib, malik belə deyim, mütəxəssislər və CQI-in təbii ki, charter və yaxud da fellow üzvlərindən olan mütəxəssisləri dəvət edirlər speaker kimi, yəni çıxış etməyə və konkret mövzular əvvəlcədən müəyyənləşdirilir, müzakirə panelləri, yəni eyni zamanda məsələn 3-4 müzakirələr fərqli otaqlarda müzakirələr gedir, zallarda fərqli müzakirələr gedir. Və bütün məsələ nəticəyə gəlməkdir ki, yəni bu il bu müzakirələr hansı istiqamətləri müəyyənləşdirdi, yəni keyfiyyət mütəxəssisləri nələrə diqqət eləməlidir, dünyada keyfiyyət mütəxəssislərinin belə deyim, fokuslandığı və yaxud da ki, qarşılaşdığı məsələlər hansılardır, onları necə həll ediblər, innovasiyalar hansılardır, hansı belə deyək, SWOT-un özü ilə götürsək, yəni güclü tərəfləri, zəif tərəfləri keyfiyyət mütəxəssisliyi, keyfiyyət sahəsinin və risk and opportunities, yəni threatlər və təhlükələr və imkanlar nələrdən ibarətdir ki, yəni bu sahənin özü üçün də bir SWOT-a ehtiyac var da əslində. Mən yəni format olaraq belə bir şey qeyd olunmayıb, amma mən öz-özlüyümdə yəni orada olarkən bunu hiss elədim ki, yəni sanki bunun özünün içində də bir SWOT var. Çünki üstün cəhətlərimizdə də qeyd etdik, zəif cəhətlərimizdə qeyd etdik və eyni zamanda
baş verən dəyişikliklər, məsələn, son illər pandemiyadan və sonra keyfiyyət sahəsində, məsələn, süni intellektin aktuallaşması, meydana çıxması, daha sonra müxtəlif yeni standartlar, onlarda standartlarda olan dəyişikliklər və s. və ilə axır ki, bunlar hamısı birlikdə sahədə ümumiyyətlə normal gedişata təsir göstərir. Müsbət və yaxud da mənfi fərq eləmir. Yəni, bütün bu məsələlər aktual şəkildə, geniş şəkildə müzakirə olundu. Keyfiyyət, belə deyim, Code Life tədbirində. Və tədbir 2 hissədən ibarətdir. Birinci hissə əsas müzakirələr, panellər, müxtəlif çıxışlar və çox interaktiv tədbir idi. Və təbii ki, o ara fasilələrdə yaxşı networking, ünsiyyət imkanları yaradılırdı. Eyni zamanda müəyyən təşkilatların, tanınmış təşkilatların assistentləri var idi ki, yəni onlarla tanış olmaq, onların nümayəndələri ilə görüşmək imkanları yaradılırdı. Və eyni zamanda tədbirin sonunda ikinci hissə isə artıq award seremoni idi ki, yəni awardda orada hər bir təşkilat və yaxud da ki, mütəxəssis və yaxud da komandalar öncədən müəyyən olunmuş nominasiyalar üzrə öz namizədliklərini təqdim edirlər ki, bu da hər il keyfiyyət Code Live-dan aylar öncə elan olunur ki, məsələn, müraciətləri qəbul edirlər və orada çox ciddi bir jüri heyətinin olduğunun mən fərqinə vardım bu illəri. Məsələn, keçən ildə düzdür, iştirak eləmişdim Quality Award seremoniyasında, amma bu ilkində daha çox, belə deyim də, paneldə olduğuma görə daha çox yaxından görmə imkanım vardı ki, yəni orada jüri heyəti, hər bir nominasiya üzrə ayrı jüri komissiyası var imiş. Və həmin komissiya çox ciddi iş aparır ki, yəni finalistləri müəyyənləşdirsinlər, yəni kim, neçə finalist olacaq və onun içindən həqiqətən qazanan kimdir. Həmən vaxtı elan etdilər qalibi, yoxsa əvvəlcədən bəlli idi? Finalistlər müəyyən olunur, məsələn, sona kimlər qalıb, amma qalib orada müəyyənləşdirilir. Sürpriz, maraqlı, qəşəng sürpriz. Qalib orada müəyyənləşdirilir və finalistləri hamı belə deyir. Sevinç təbii olur. Əsərək və həyəcan içində gözləyir ki, yəni mən finala qalmışam da, yəni görəm mən seçiləcəm, yoxsa başqası seçiləcək. Yəni doğrudan çox həyəcanlı bir tədbir idi. Yəni doğrudan çox maraqlı, çox yüksək səviyyədə təşkil olunmuş və yüksək səviyyədə bütün hər anı dolu-dolu keçən bir tədbir idi. Keyfiyyət konfransının təəssüratlarını, CQI-in Londonda keçirilən keyfiyyət konfransının təəssüratlarını bölüşdük sizinlə. Çox sağ olun. Xudahafiz, gələn Köksəvərdə inşallah. Sağ olun.